kriptorxizmdir, enməmiş xəyalardır, hidroseldir, qasıq yırtığıdır, göbək yırtığıdır. Salam, mən Əlturan Hüseynzadə, uşaq cərrahı. 2012-ci ildə Azərbaycan Tibb Universiteti müalicə fakültəsinə qəbul olmuşam. 2019-cu ildən uşaq cərrahisi ixtisası üzrə 5 il ərzində rezidentura təhsil almışam. Təhsil aldığım müddətdə Belarusiya, Türkiyə kimi ölkələrdə uşaq cərrahisi, uşaq urologiyası və böyrək köçürmə üzrə kurslarda iştirak etmişəm və beynəlxalq konfranslarda aktiv iştirak etmişəm. Hal-hazırda Bakı şəhərində çalışıram mütəmadi olaraq və bununla yanaşı rayonlara, Gəncə, Masallı, Quba-Qusar rayonlarına pasiyentlərimizi qəbul etmək üçün mütəmadi səfərlərimiz olur. Əgər bu bölgədə yaşayırsınızsa, bizdən mütəmadi olaraq əlaqə saxlaya bilərsiniz. Nə vaxt, hara gedəcəyimizi biz səhifəmizdə bildirəcəyik. İcra etdiyimiz əməliyyatlar uşaq cərrahiyyəsində uşaq urologiyası, kriptorxizmdir, enməmiş xəyalardır, hidroseldir, yəni xəyala mayının toplanmasıdır, qasıq yırtığıdır, göbək yırtığıdır, hipospadiyadır, hansı ki, xarici dəlilik orqanizmində olmur, alt hissədə olur. Batıq penisdir, yəni bir çox uşaq cərrahi əməliyyatlarını icra edirik. Əgər siz də uşaqlarda cərrahi patologiyalar haqqında məlumat və müayinə istəyirsinizsə, bizə müraciət edə bilərsiniz.